Nazirliyə kütləvi halda yığışıb getsək, əlbəttə ki, oradan 102-ni yığacaqlar, polisi yığacaqlar. Valideyn himayəsindən məhrum olmuş şəxslərin yaşadığı, hazırda 700 yaxın sakini olan Məzun evi sosial müəssisəsi isti üzünə həsrət qalıb. Toplum TV-yə danışan bina sakinləri 8 aydır isti suyun gəlmədiyini, noyabr ayından isə ümumiyyətlə istilik sisteminin işləmədiyini deyirlər. Stat: Hər il bu problem yaşanır, amma adətən gec də olsa həll eləyirlər. Bu il isə ümumiyyətlə bizi yola verirlər. Bütün aidiyyəti qurumlara şikayət etmişik. Hamısı qısaca deyir ki, gözləyin düzələcək. Nə vaxt? Bugün sabah qış qutarır. Hələ də istilik yoxdur. Camaat qurtqa ilə yatır. Vedrədə su qızdırıb içmir. Yığışıb nazirliyin önünə getmək istəyəndə də polislə hədələyirlər. Statın sonu. Sakinlər deyir ki, istilik üçün quraşdırılan qazanlar sıradan çıxıb. Müvafiq qurumdan təsisatçılar gəlib yoxlasalar da problem həll olunmamış qalıb. Sosial mediada paylaşdığı videoda bina sakini Fazil İsmailov da binanın idarəetməsindən giləylənib. Niyə bu bina ilə maraqlanmırsınız? Əgər bu binanın öhdəsinə gələ bilmirsinizsə, özəlləşdirin bu binanı, sənədlərimizi verin, hər kəs öz işini bilsin, katelini verin Azər İstiliyə, qoy görək nə var, nə yox. Masazırda yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Məzun evi 2016-cı ildə istifadəyə verilib. Binanın açılışında 1-ci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Elə sakinlər də Prezident İlham Əliyev və Mehriban Əliyevaya müraciət üçün imza topladıqlarını bildiriblər. Mövzu ilə bağlı adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.